Azərbaycan-Ermənistan münasibətləri sülh gündəliyi prosesi ilə bağlı vurğuladığım mövzunu studiyamızın qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə müzakirə edəcək. Fərəc bəy, axşamınız xeyir olsun, xoş gördük sizi. Fərəc bəy, necə dəyərləndirirsiniz hazır ki, Azərbaycan-Ermənistan arasında sülh gündəliyini prosesini nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin də Qarabağa səfəri oldu və bu səfərdə olduqca önəmli mesajlar səsləndirmiş oldu və bunun paralelində Ararat Mirzəyan bildirir ki, yaxın bir neçə gündə onun sülhlə bağlı, sülh müqaviləsi ilə bağlı yeni xəbərləri olacaq. Bilirsiniz, bu məsələlər artıq regional məsələ kimi nəzərə alınmalı deyil. Yəni, dünyanın müxtəlif ölkələrində baş verən proseslərin təsir altında proseslər inkişaf edir. Söhbət bizdən getmir. Biz müstəqil siyasət yürüdən bir dövlətik və öz iradəmizlə bəzi addımlar atırıq. Və əlbəttə ki, biz öz addımlarımızı atanda biz də beynəlxalq münasibətlər sistemindəki vəziyyəti, dünyada baş verənləri, bölgədə baş verənləri nəzərə alır. Amma Ermənistan tərəf tamamən ona odaqlanıbdır ki, qonşular nə deyəcək, bizim ağalarımız nə deyəcək, diasporada nə olacaq, daxili vəziyyət nə yerdədir, Rusiyanın daxildəki, Ermənistan daxilindəki uşaqlar nə edəcək. Yəni, çox balların qabağında cavab axtarırlar və təbii ki, böyük dövlətlərin də bir zondlama aparırlar, onların düşüncəsi nə yerdədir. Əslində, Paşinyanın Amerika səfərində məqsədləri oydu ki, Amerikadan öyrənsin ki, Biden dönəmindəki münasibət varmı Ermənistana? Dəstəkləri nə qədərdir, bağladıqları müqavilənin şiddəti nə ilə ölçülə bilər və yaxud da Trump vasitəçilik məsələlərində hansı xətti tutacaqdır. Ermənistan-Türkiyə münasibətlərinə baxışlar nə yerdədir? Bir çox sualların cavabını almaq üçün getmişdi, amma məncə o sualların cavabını gətirə bilmədi. Orada Milli Dua günündə iştirak etməklə bağlı o adı altında getmişdi. Və yaxud da Rusiyanın kontaktlarında da yenə çalışır ki, öyrənsin ki, Rusiyanın münasibəti nə yerdədir və s. Yəni, əslində biz tərəflə danışmaq məcburiyyətindəyik. Tərəf Ermənistandır. Ermənistan ise vahid subyekt kimi götürülə bilməz. Amma bütün bunlara baxmayaraq gedişat, həm bölgədəki gedişat, həm dünyadakı gedişat, Azərbaycanın maraqları ilə bağlı olaraq atılan Azərbaycanın müttəfiqlərinin addımları, Azərbaycanın müttəfiqlərinin son zamanlardakı uğurları, mən Pakistanın, Hindistanın bu deyək ki, qarşı durmadan məncə uğurlu çıxması deyə bilərik, çıxmasını nəzərdə tutan. Türkiyədə PKK-nın ləğv olunması məsələsi, TDT dövlətlərinin uğurları müstəvisində göründüyü qədər Ermənistan başa düşür ki, bütün vasitələr, bütün alətlər Azərbaycanın əlində qalacaqdır. Onun əlindən bir şey almaq mümkün deyil. Nəsə uzatmaq və bir çox bəlkələrə də söykənirlərsə, bəlkə belə oldu, bəlkə Rusiya falan qədər uğur qazandı, bəlkə gətirdiyimiz emisarlar qərbdən bir şey dedilər, bəlkə ATƏT-in Minsk qrupunu saxlamaqla nəsə nail olduq kimi məncə frazalar artıq çox ölgünləşdilər. Ona görə mən sülh prosesinin yekunlaşmasıyla bağlı Azərbaycan tərəfinin çıxışlarını, Ermənistan tərəfinin də qismən müsbət cavab verməsini bu amillərlə bağlayıram. Yəni, Ermənistanın olsa əslində bir çox məsələlərdə ikinci statikonu dəyişməklə sülh müqaviləsinə gedər. Onlar üçün ikinci statikonu təbii ki, qəbul olunmaz sayılır, xüsusən revanşistlər tərəfindən. Heç bunu ifadə eləməkdən də çəkinmirlər və yenə böyük o utopik fikirlərini səsləndirirlər o revanşistlər. Amma Paşinyan göründüyü qədər ağıllı davranır, amma onun da qarşısına qoyulan suallar var. Yəni, bu əgər referenduma gedəcəksə nə olacaq? Gedə bilər mi referenduma yoxsa yox? Bunu seçkidən əvvəl mi eləsin? Yoxsa seçkidən sonra eləsin? Böyük ehtimalla referendum məsələsini bu seçkidən sonraya saxlamaq düşüncəsi vardır. Fərəc bəy, yeri gəlmişkən bir məqamı da sizə xatırladım, həm də izləyicilərimizə. Deməli, Kapitulyant ölkənin Ədliyyə Naziri Sırbuhi Qaloyan Ermənistanın yeni konstitusiya layihəsi üzərində işlədiyini və layihənin 10 aya hazır olacağını bildirib. 10 aya hazır olacağını bildirib. Yəni, onlar bu il keçirmək istəmirlər göründüyü qədər. Bu layihə hazır olandan sonra, seçkidən sonra ona görə saxlayır ki, mən də əgər seçkilərdə Paşinyan iki vəziyyət götürür. Məğlub ola bilər. Məğlub ola bilərsə, yeni hakimiyyət gəlib referendum keçirərsə, bu referendum məsələsi dəyişikliklər olacaqsa, yeni hökumətlə lehində işləsin və bundan hakimiyyətə qayıtmaq üçün Paşinyan istifadə edə bilər. İkinci, qalib gəlirsə, qalib gələndən sonra
artıq əlində hakimiyyəti saxlamaq imkanları qalacaqdır və referendumu sonra keçirməyi də əsaslandıra bilər. Ona görə müəyyən qədər bu məsələni yubadır. Amma məsələ söhbət təkcə bu referendumdan getmir. Bizim ümumiyyətlə oradakı bəndlər ki vardır, xeyli bəndlər vardır ki, onların özləri də mübahisəli, müzakirə doğuracaq məsələlər vardır. Məsələn, tutaq ki, təzminat məsələlərlə bağlı məhkəmələrə müraciətlərin paralel olaraq götürülməsi məsələsi vardır. Yəni, Ermənistan bizdən nəyə şikayət edib, nəyə qeyd. Bizim Ermənistandan şikayətlərimiz vardır, təzminat davamız vardır. 30 il Azərbaycanı pis vəziyyətə qoyubdular. Anklav ərazilərimiz qalxıb bunlarda. Hələ mən bu son dönəmləri deyirəm. Mən SSR yaranından sonra Azərbaycanın ərazilərinin işğal olunması, Ermənistana verilməsi, Zəngəzurun taleyi, 29-cu ildə Mehrinin təzədən onlara verilməsi məsələləri qoyuram kənara. Hələ mən lap bu son məsələləri haqqında danışıram. Ona görə sual doğuracaq xeyli məsələlər vardır ki, burada Ermənistan tərəf obyektiv və bizi qane edən cavablar verəcəksə Ermənistan tərəfindən nə ilə qarşılanacaq? Bu sual Paşinyan üçün çox maraqlıdır və son vaxtlarda göründüyü qədər təpkilər artıb ona. Həm daxili auditoriya tərəfindən, kilsə tərəfindən, diaspora tərəfindən, xaricdəki onun bu müttəfiqləri iki masada ki, iki stulda ki otururdu, ikisi də laxlaq vəziyyətdədir, tam şəkildə heç nəyə qarantiya verirlər. Ona görə mən hesab edirəm ki, zəmanəti Azərbaycanın və Türkiyədən almaqla, yəni açılımlar etməklə və daxili auditoriya müəyyən qədər işləməklə bu məsələyə nail olmaq mümkündür ki, sülh müqaviləsinə gedilsin. Yəni o referendum məsələsi gedişsə belə, çərçivə sazişi imzalamaq mümkün ola bilər. Yaxud hər hansı bir formada bunu elə formada təsbit eləmək olar ki, bu məsələdən qaça bilməsin. Amma biz onların konstitusiyasındakı dəyişikliyi görmədən, o dəyişikliyə münasibətlərini bilmədən bunun gələcəkdə biz riska buraxa bilmərik. Yəni əslində bizim bu sülh müqaviləsi gələcək nəsillərimizə bir buxov kimi, əl-qolun bağlayan alət kimi olmamalıdır. Təkcə referendumla bağlı demirəm. Bizim gələcəkdə force major vəziyyətlər yarana bilər, bizim imkanımız yaranar ki, haqqımız olan 20-ci ildən sonraki Azərbaycan ərazilərlə bağlı məsələlərə yenidən baxaq. Azərbaycanlıların, qərbi Azərbaycan qohumlarının gerçəkdən öz ərazilərinə qayıtmasının təmin olması məsələsi, təzminatla bağlı məsələlər və s. və ilə axır. Ona görə sülh müqaviləsi bizim tərəfdən tələskən bir vasitə kimi də ortaya gəlsin deyə bir istəyimiz yoxdur. Amma ölkə prezidenti də ölkənin iqtidarının iradəsi də bundan ibarətdir ki, heç bir kəsə ümid olmadan, yeni revanş gözləmədən, Azərbaycanla sərt dil ilə danışmaqla və yaxud da mübadib kiminsə köməyin gözləməklə də bir şey nail olmayacaqsınız. Azərbaycanın yol xəritəsi vardır, açıq şəkildə vəziyyəti ortaya qoyub. Əslində, bilirsiniz, Azərbaycan tərəf özündən asılı olan ən ciddi kompromislər edildi də, Ermənistana bundan artığı vermək mümkün deyil. Biz qalib dövlətik əslində və elə 44 günlük müharibədən sonra qılınc haqqımızı tələb eləməklə bunlarla bayrağımızı İrəvana sancıb hər şey həll edə bilərdik. Və yaxud da elə İrəvanın o vaxtları Ermənistanın yaranma məsələsində qoyulan müddəalar var ki, pozublar bunlar. Ki, orada bir müddəa vardı ki, Azərbaycan türkləri yerlərindən qovulmayacaqlar. Təkcə bu müddəyə görə biz onlara fərqli davrana bilərdik. Və yaxud da 22-ci il müqaviləsi SSR-nin o sərhədlərin ləğv olunmasından bağlı məsələlər vardı. Ona qədərki sərhədlər vardı. Paris konferansında da o sərhədlər tanınmışdı. Biz onları ortaya gətirə bilərik və s. İndi bunlar 76-78-ci il xəritələrini istinad eləməklə və yaxud da Qazaxıstanda bağlanmış müqaviləyə istinad eləməklə bəzi şeyləri deyirlər. Biz də bunlara kifayət qədər yumuşaq davranmışıq ki, əməkdaşlığa söykənən bölgədə sülh vəziyyətində sonraki məsələləri müzakirə etmək mümkündür. Yəni mən əsasən nə nəzərdə tuturam? Bunlar ehtiyat edir, qərib Azərbaycanlıların qayıtışı ilə bağlı məsələ. Bunu sonra da tədricən müzakirə etmək mümkündür. Bunu dərhal bunu qaytarmaq mümkün olmasın. Ona görə mən hesab edirəm ki, referendum məsələsi təkcə bəhanə eləməli deyirlər. Başqa sənədlər də var. Siz bilirsiniz, bunu özünüz də mən şərhlərinizdə baxmışam, siz də bu haqda danışmışsınız. Xeyli sənədlər var ki, Qarabağdakı olmuş, yaşamış ermənilər vətəndaşlıq məsələsi ilə bağlı olaraq da bir çox başqa sənədlər var. Ayrı-ayrılıqda 5-ə qədər 5 dənə sənəd var ki, qəbul edən Azərbaycan ərazilərində iddia orada öz əksini tapıb. Azərbaycan dövlətliyinin deməli əsaslarını sarsıtmağa yönələn separatçı sənədlərdir. Bu sənədlər ayrı-ayrılıqda ləğv olunmalıdır. Yəni təkcə referendumda konstitusiyadakı dəyişikliklər söhbət getmir ki, orada bir
89-cu ildə qəbul olunmuş Qarabağın Ermənistana qatılması məsələsindən və Türkiyənin arası iddiasına söhbət getmir. O 5 sənəd də ləğv olunmalıdır. Və mən hətta hesab edirəm ki, gələcəkdə inzibati ərazi kimi, kolxoz ərazisi kimi verilən məsələlər var. Onlar da baxılmalıdır. Yaxud Zəngəzur məsələsində bunlar bizə boynumuza minnət qoya-qoya texniki asanlaşdırma deyirlər. Dəhliz sözün dillərinə gətirmək istəmirlər. Adama deyərlər ki, Zəngəzur özü 20-ci ildə verilibdir, amma 29-cu ildə meh hissəsi verilibdir. Və bu da 69-cu ildə SSR Ali Soveti tərəfindən hardasa təsdiqlənib ki, bunun Azərbaycana aidiyyatı yoxdur. Biz onu ratifikasiya eləməmişik bu sənədi. Bizim bu sənədlərlə bağlı ya anklavlarımız necə olub anklav olubdur? Bu ərazilər, ətrafındakı ərazilər verilməklə. Çərki kəndi ya indi bugün 4 kənd haqqında danışır. Ona görə biz ermənilərə kifayət qədər kompromis, yumuşaq mövqeli müaşirətdirmişik. İndi onların artıq zamanıdır ki, bizim istədiyimiz çərçivədə o sənədin hazırlanması və o sənədə sülh tərəfi deyək, adını qoyaq ya çərçivə sazişi deyək eləməkləri lazımdır. Hətta onlar konstitusiyada dəyişikliklə bağlı referendum eləmək istəyirsə və gerçək fikirləri varsa, kimə hesab edilməsini bilərəkdən yubadırlar və düşünürəm. Bu bilərəkdən yubadırların altında bizə qarşı müharibə edəcək də fikri yoxdur. Onlar bizdə müharibəyə imkanları yoxdur. Amma o nəsə gözləmək, bəlkə bir post-major vəziyyət yarandı dünyada falan kimi bir şeylər ki, yubadırlar mesela prosesi. Mən hesab edirəm ki, onlar da bu referendumu sənəti siz dediniz 10 aya hazırlayacaq. 10 aya hazırlamasına hazırlasınlar 4 aya, 3 aya, 2 aya, 1 aya. Və yaxud onlar məncə sənətdə orada ciddi bir şey də yoxdur dəyişmə. Əvvəl Azərbaycanla bağlı olan hissələri də məncə məclislərdə çıxarıb olurlar, parlamentlərində, mən bilmirəm onların qanunları nəcürdür. Ayrı-ayrılıqda da bu məsələlərə baxıb, məclislərində bu məsələyə də rəy verəndən sonra bizdən bir sənət imzalaya bilərlər. Amma bilmənən şəkildə həmin sənətdə Azərbaycandan ərazi iddiasıyla bağlı məsələlər qalmamalıdır. Yəni o qalaraq biz o sənətə sülhə imza qoymaq. O deməkdir ki, biz sizin iddialarınızı tanıyırıq. Yəni bir ölkənin konstitusiyasında mənim ərazimə iddia varsa və mən də o sənəti ondan bu dövlətdən sülh bağlayıram. Bu müharibə səbəbidir. Əslində bu iddianın özü müharibə səbəbidir. Ta onu çıxarana qədər savaş aparılmalıdır. Sən nəzəri hissəni bazarı yaratmısan, artıq o imkanı yaranan kimi bunu gerçəyə çevirməyə çalışacaqsın. Bu deyək ki, sən bir milli hədəf qoyursan qarşına. İsrail dövləti necə yarandı? Əvvəl heç bu cəmaat ora köçməmişlər. Əvvəl bir hədəfləri müəyyənləşdirdilər, torpaqları müəyyənləşdirdilər. Sonra köçdülər ora yaşadılar. İndi qonşularla savaş içindədirlər. Ona görə mən hesab edirəm ki, biz ermənilərə etdiyimiz bu güzəştlərdən onlar sui-istifadə eləməli deyil. Aydındır Fərəc bəy, sizə minnətdarlığımızı bildiririk. Həm dəvətimizi qəbul etdiyiniz üçün, həm də olduqca maraqlı fikirlərinizi bizimlə bölüşdüyünüz üçün.